Salam hər kəsə, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Millət, bu günləri çox yaxşıyam, çox gümrah hiss edirəm özümü. Çünki bu günləri çox böyük günlərdən biridir. Hər dəfə məndən soruşanda ki, Mandarin, BMW M4 CS nə vaxt rənglənəcək, nə vaxt hazır olacaq, bütün dostanışa bir dənə cavab verirdim ki, qısa qol vaxtı. Və gördüyünüz kimi qısa qoldayam, tişörtdəyəm, havalar isinib. Yəni möhtəşəm. Düşünürəm ki, çox gözəl bir sezon bizi gözləyir və bu sezona da gözəl bir başlanğıc eləmək lazımdır. Və ona görə də bu günləri, bax elə bu günləri mənim avtomobilimin detalı narıncı rənglə qovuşur. Bu günləri Dünyamin xoşbəxt hiss eləyir özün, çünki artıq mənim avtomobilimin işi bitməyə az qalıb. Bu günləri Hikmət Usta biraz darıxır, çünki birazdan bilir ki, onun yanına gələcəyik, maşını ora aparacağıq və orada yığılmalıdır. Bu gün yəni çox möhtəşəm günlərdən biridir, çünki bu günləri Mandarin versiya 2, yəni M4 CS rənglənir. Yəni biraz yüksəldim fikir versəz, amma hər şey ola bilər. Gedib görə bilərəm ki, Dünyamin deyir ki, Fəxri, indi biz bu günləri krılonu rəyliyirik, sabahları isə buferi də deyə bilər. Ona görə də çox da özümü belə də yüksəlmək istəmirəm. Amma Dünyamin mənə bugün yığdı ki, bəs saat 2-də gəl, biz maşını rəngləyirik dedi və mən dedim ki, Dünyamin dəqiqcə gəlirəm, çünki bugün bir çəkilişim də var idi, avtomobil incələyəcəkdik. Lakin maşını rəgləyirlərsə onu təxirə salası oldum məcbur. Ona görə də gedirəm və Dünyamin mənə dedi ki, bu günləri nə var rəngləyirik falan, yəni kuza falan. Dedim, okey, bütün dəmdəzgahımı, mikrofonumu, kameramı götürmüşəm, Prime Tuningə tərəf hərəkətdəyəm və hər şey hazırdır demək olar ki, yəni maşının rənglənməsi bitən kimi biz rahatlıqla yığmağa başlaya bilərik. Nə çatışmırdı, nə bilim PPF, MPF nə var idisə hamısını etmişik. Yəni bir dənə maşın özü qalıb, faramız, stopumuz, hər şeyimiz demək olar hazırdır. Salamlar olsun. Aleyküm. Gəldin? Tutmuşam səni. İş başında yenə. Gedmişdim kraskava almağa. Nədir bu? Glazurit qardaşım. Yes of course. Bu belə, bunlar nədir ay dünyanın? Aha, bu bizim məhsullar budur da, boşun üstünə vuracağımız. Şimdi verək ustamıza başlasın. Sən inanırsan, kodu düzdür, rəngin. 100%. Video şəklində, yazı şəklində, şəkil şəklində, getdik özümüzdə, bundan artıq neyini? Onda Dünyamin, başlayaq inşallah. İnşallah. Bərk əl çalır uşaqlar, bərk breqə sıxmışam. İlk növbədə kapota, bagaja vuracağıq, yoxlayacağıq, gedirik. Rəngi vurmuşu qoltuğumuza gedir. Təmiz dediydi, vurub qoltuğuna gedir. Qoyuram padnosa, əzağa kişi. Sənə təqdim eləyirəm bunu. Hazır. Yəni, Başlayaq. Xəsən qolun ayağını salmışıq içəri. Aha. Amma özü elə gözləyir. Böyle görək qol ayağı nətər çıxır.
Bizə bir də müştəri var. Mənə sual verir ki, ya mən Almaniyada bəs belə elə işləmək zad ora-bura, maşın rəngləmək zad. Sizin vəbşi MIPA lakından məlumatınız var. Bir dənə Göstərir. Nədir bu Dünyamin? bu Nemeçka lakdır. Okey, göstərim. Alman lakı. Tamam. İndi sənin avtomobilində rəng işi bitdi. İndi laklanma başlayır. Bu da Nemeçka lakla, yəni Alman lakı. Yəni Əzzağa ustamız da deyir ki, bu MIPA-nın özünün belə lakında belə fərqli versiyaları var. Yox, Əzzağan formasını gördündə sən Klitsatı MIPA, o xüsusi sifarişdir. Söhbət bağlandı. Söhbət bağlandı. Nə deyə bilərsən? Sözün bitdiyi an. Gəl buraya, kapota bax. Göstərir, kapotu da bizə görkəz. Kapota bax bir dənə. Vay. Maşallah. Adam heç bunu yığıb sürmək istəmir. Dəhşət bir şey. Ancaq Şəkildir. Güzgü. danışır bura. Düzdür, hələ kamerada o rəng o qədər effekt Yox, bu hələ Amma ki, inşallah tədbirlərdə görərlər. İndi Cəngavər əsas salındı. Aha. Reanimasiya otağına. Görə indi sonda nəticə necə olacaq? İnşallah. Uşaqlar, kuzov keçdi içəri. Kapot rəngləndi, hazır və bilirsiniz ki, bunun üzün eləyirik, çünki karbon olduğu üçün içəri hissəsini rəngləmirik. Onu belə paketləyiblər gördüyünüz kimi. Bagajın isə çöl hissəsi bütün rəngləndi, içi də rənglənəcək, amma nəticə həqiqətən möhtəşəmdir. O bir söz var, qaqa, polirovkaya ehtiyac yoxdur, bax elə ondandır. Deyirlər, filan kəs malyar, içəri su doldurur, gəmidən getdi, dənizin, okeanın ortasında. Yəni, keşlədə əzzağa işlədirik, hər şey zordur. Dənizimiz də buradadır, gölümüz də. Hər şey zordur, yəni burada keşlədə alındıran oğlanlar var. Qəşəng. Uşaqlar, hal-hazırda M4 CS arxada rənglənir. Kapotu gördünüz, bagajı gördünüz. Maşın da belə buradan nə görürüksə, indi odur gördüyümüz. Rəng vurulacaq, üstündən də lakı vurulacaq, pudra lak olduğu üçün gözləyirik. Yəni bu kameranın qabağında mənim ikinci səfərdir belə gözləntilərimdir, gözləyirəm. Görək. Məncə, yəni çıxan 2 dənə detal çox əladır. Nə bilim, toz, moz, heç nəyi yoxdur açığı və ton biraz açıq bu dəqiqə düşündürür məni. Çünki bilmirəm tam istədiyimiz tondur yoxsa, amma birəbir kod nədirsə onu çıxardıb vurmuşuq. Heç nə qatıb eləməmişik, belə deyim sizə. Onu axırda yəqin ki, gün işığına çıxanda biz daha dəqiq biləcəyik. Məncə, zənnim məni allatmırsa, istədiyimizi nail olduq. Prime Tuning-ə, Əzzağa kişiyə, Dünyamin, Çingiz, Pünhan, Stas, hamıya hamıya çox sağ ol deyirəm elə öncədən. Hikmət usta sənə də deyirəm ki, gözlə yaxın günlərdə gələcəyəm. Ne demek? Neye gözlüyorsun? Fırat, mən maşını gözləyirəm. Fırat,
Kapot bagaj okey, Əzzağa kişi sağ olsun rəylədi, lakın zadını dobru vurduq, hər şey. Çəpə yoxdur işdə. Bu rəngdir. Yoxdur, o rəng yox. Bəlkə bu Yoxdur. Yoxdur. Bu rəngdir, brat. Ketdi, brat. Demək, xəstənin yaxınları gəlib, hamısı buradadır. Hamı buradadır, gözləyir. Reanimasiyanın önündə gözləyirlər. İnşallah sağ-salamat. Düzdür. Gözlərini bağladan sürpriz olsun. Böyük buluşma, qapılar. So? Niyə? Vay. Yəni belə eləyək də o şey. Xoşlayır da show proqram. Duxun var, duxu vurmusan. Duxu da qorxudur. Heç nə. So, gedək Stas. Maşın matdı. Ala diyan görə. Yandı. Getdi. Sən birinci girəsən mən. Sən gir mən daha, amma maşına dəymə də, amma. Dünyanın oradan. Hələ ki olmaz. Aynen. İçəri olmaz. Nəsə çəpə var. Beşliyim də yoxdur ki, verim ki dünya. Belə sanitarkalar çıxıram 5 man. Beşliyim də. Gəl görək. Gəl. Hadi. Yavaş. Yaşıda geyimdə gir. Ay. Burada bu rəng yaxşıdır bax. Gün dəyəndə yaxşıdır. Bu da işıq da o işıq deyil də, yəni. Bu hələ günəş. Bu belə Sən qaradır. niyə narazısan? Mən narazı deyiləm. Mən narazı deyiləm. Prosta darıxıram. Ayağı bomba kimidir. Şagirin də ideal. Mən şəxsinə sevinirəm, nə anlayım. Hə? Həri. Sevdin bura. Həmişə yadında qal. Ver baba o kamera ver. O Gəl. yanırsan bu baxışdan baxırsan. O bu baxış var. Allah'dır kamera. O bu altdan. Ha. İdeal. İdealni. Bomba kimi. Gəl bir daha o tərəfdən də bax. Yox, gəlirəm, yavaş. Bəyəndin yoxsa? Brat, qəşəngdir. İşçiliyi, hər şey super əla. Prosta mən bu maşını gündə görmək istəyirəm. 100% o. Ona görə də qoy tam qurusun. Bu dəqiqə real eləyə biləcəyimiz gözləməkdir. Tam qurusun, işçiliyi super əla. Dünyamın çox sağ ol. Prime Tuning təşəkkür. İndi inşallah qurusun tam. Sən mən bu rəngdən yəni istəyirdin yoxsa? Məzədən sən. Yo, iqra oynayıram. Təbii ki, istəyirdi ki, ana bax, darıxır. Soyudursan ay sənin. Hoşum, bir dənə bu qurusun. Mən istəyirəm əl vura bilim detala da, başa düşdün. Aysa, tam qurusun, hər şey oturuşsun. Yəni, nə bilim, osu, busu, lakı, makı, hər şey əla, super, gözəl. Hələ nəzərə al ki, bu yığılacaq, detallar gələcək, damı karbondur, qara görünəcək, o, bu şey. Onda maraqlı olacaq deyə düşünürəm. Belə maraqlıdır. Prosta Hələ stopu, bursu, sonda nəticə. Nəticə 100%. Bugün ağrı, sabah. Nəticə. 3 days later. Salam əleykum. Qardaş, nəfəsiz, nə var mı? Amanı. İndi keçmişsiniz kojalara. Hər şeylə məşğul. Hoppa. Rəng axtarıram. Hə, buna gedən. Aha. Dünya, mən yenə interes istəyinlə gəlmişəm yava. Bir görüm. Bir dənə kapota ataq da üstünə. Kapota ataq, günə çıxardaq. Görək də bir dənə onu. Deməli uşaqlar, artıq 1-2 gün keçib rənglənmə prosesindən avtomobil quruyub. Bu dəfə fərqli rəng seçdiyim üçün özümə də maraqlı gəlirdi. Düşünürəm gözlədiyimdən biraz tündə alınıb elə bil ki. Amma gözüm öyrəşəcək deyə düşünürəm. Maşını istəyirəm sizə göstərim, çox belə sürprizli getməyəcəm bu videoda. Nə görürəm, nə eləyirik, hamısını bir-bir göstərmək istəyirəm. Kuzov burada. Maşını çıxardıblar ki, bu tərəfə. Qalan hissələr, nə bilim, bax,
bu aralar falan bunlar ayrıca rəylənəcək. Qapının içi ayrıca rəylənəcək. Amma opşu rəngi görmək üçün istəyirik bir dənə kapotu yalandan qoyaq üstünə, aldıraq üstünə ki, ümumi bu rəngin tonunu mən görə bilim və buradan da çıxardacaq çölə günəşin altına ki, görək günün altı necə görünür. Belə, yəni malyar işi super möhtəşəm. 10 üzərindən 10. Yəni heç bir çəpə-məpə heç nə yoxdur. İdealdır hər şey. Sadəcə ton söhbəti mənə biraz düşündürür. Yəni bu əziyyəti yerə verib heç təzədən rəyləmək istəmirəm, açıq desəm. Ona görə maksimum belə dəqiq tam baxıb bir qərara gəlmək istəyirəm. Vəziyyət belə, maşın burada, biz də burada. Bir dənə kapot ataq üstünə, baxaq görək necə effekt verir. Dünyanın özü keçib bir şey. Həyis var. O günləri sürtürdü, indi kapotu bağlayır sağ olsun. Nəticə üçün hər şey eləyir də bu adam da. Necə gözəl olur. İnşallah. Söhbətin maraqlı yeri indi başlayır. Görək günün altında necə görünür. Oxşuyur deyəsən. Dünyanın oxşuyur axı. Odur. Doğrudan. Odur. Günəş deyən kimi sarı çıxır üzə. Və o sarını mən görə bilmirdim neçə vaxtı. Sarı çıxır. O necə ki videoda baxırdıq ha, rəngi çıxardanda. Aysa. Həmin o rəngdə eynən belə formada günəşi salıb o videoda elə çeylib. Onda bizi alladır. Günəş bax indi günəş tərəfə bax videoda. Bax eynən sarılıq var. Həmən söhbət var. Heç mən biraz kadrlarını çəkim. Sonra da səndən əl çəkim. Em budur, em. Hə qaqa. Belə uşaqlar, rəngi günəşin altında gördük. Deməli məni alladan bu işıq imiş. Neçə gündür yata bilmirəm. Burada tünd görünür, baba, momentdir. Göstərim. Burada biraz tünd görünür. Güneşə çıxırsan daha narıncı görünür. Axşam xurmaya oxşuyur, karalyoka. Qəribə bir rəng tutuzdurmuşuq. Amma məncə Əzzağa kişi eləyib bu söhbəti. Həqiqətən bir daha. Hada deyən da təzdən rəyləyəcək deyəsən maşını. Qəşəng.